Salam dostlar, bugünkü videomda sizlərə hava müdafiə Legolardan düzəltdiyim hava müdafiə sistemini göstərəcəm. Hava müdafiə sistemini maşın platformasının üzərində qurmuşam. Önü bu şəkildədir. Burada yəni logosu var, işıqlar, pəncərə, ayna. Burada radarımız, radar 360 dərəcə dönür və üstündə antenası var. Sonra isə pəncərələri açılır. İçərisində bu şəkildə oturacaqlar. Digər qapısı da açılır. Bu qapını da açdıqda, yəni yenə içəridə oturacaqlar. Və bu şəkildə hərəkət edir sağa sola, arxaya, önə və belə bir mexanizm etmişəm. Daha aydın görməyiniz üçün. Baxın burada bunu açıb bağlamaq üçün burada belə bir dəqiqə bunu bu şəkildə göstərim. Burada belə bir mexanizm var. Məsələn, bunu sağa sola oynatdığımız vaxt bu belə eləyir və belə sağa sola arxaya gedəndə və ayrıla da bilir. Və çox rahat bir də oturur. Bunun da üstünə bunu yerləşdirdiyimiz zaman o görünmür. Arxada isə belə müdafiə sistemimiz var. Bu atır. İndi buna sonra gələcəm. Burada isə təkərlərimiz var. Bu təkərlər isə digər tərəf istifadə etdiyimiz təkərlər patladığı zaman bunlardan istifadə etmək. Ən arxasında isə bunun ateşləmə sistemi var. Burada bir kompüter, burada klaviaturamız var. Bu isə atır. İndi bunu atdığını sizə göstərəcəm. Kanala bir silah videosu işləmişdim. O silah videosundakı mexanizmlə eyni mexanizmdir. Sadəcə onu kiçikləşdirmişəm. Gəlin indi atışına baxaq. Atışını baxın, buradan belə önə çəkirik və atır bu şəkildə. Biraz belə böyüdüm. Belə. İndi bunu atacağım. Bu şəkildə atır və biraz uzağa atdığına görə bərk olur. Qarşısında nəsə olduqda ağrıdır adama dəydikdə. Bugünkü videomuz bu qədər. Kanala abunə olub videolara like atmağı unutmayın. Bugünkü videomuz bu qədər. Sağ olun, salamat qalın.